5 günlük dünyada 5 manat pula görə insanlar öz neçə illik münasibətini ayaq altına qoymamalıdır. Çörək, duz çörək kəsdisə bir insan bilimlə hörmət eləməlidir axıra qədər. Qorumalıdır o münasibət. Duz çörəyin dəyəri olmalıdır adamlar arasında. 5 manat pul söhbəti gələndən sonra hər şey pozulursa, bu çox böyük zəiflik insanlardır. Çalışın ürək sındırmayın, çalışın haqq götürməyin boynunuza, cəmaatla ehtiyatlı olun. Hörmət eləyin, məhəbbət göstərin. Neçə il yaşayacaq dünyadakı hələ bir-birimizin ürəyini sındıraq? Nəyə görə, dəyərmi? Nəyəsə görə bir-birinin qəlbini sındırasan, ürəyini sındırasan. Ürək sındırmayın, qəlbi qırmayın. İnsanlara mərhəmət göstərin. Qaşqabaqlı olmayın. Xoş sözlə, bir dənə gülər üzlə o qədər qəmlər dağılır. Hani özümü burada tərif üçün demirəm, mən özümü yaxşı tanıyıram. Amma bunu keçmişdə də demişəm, bir nəfər mənə yazmışdı ki, bir dəfə elə gəlmişdim deyir, məscidə, ya küçədən keçirdim, məscidə gəlməmişdim, küçədən keçirdim, çünki buradan cümə namazı idi. Gördüm ki, siz çıxırsınız, mən tanımırdım sizi. Gördüm, çıxırsınız deyir, yandım baxmağa deyir, elə uzaqdan mənə baxdınız, mənə də tanımırsınız, nə mən sizi, nə siz məni deyir, bir dənə təbəssüm elədiniz mənə deyir. O təbəssüm kifayət elədi ki, mən ondan sonra dinə gəldim. Bir dənə gülüş. Mən yenə deyirəm, özümü tərifləmirəm də Allah bunu eləyib, adama bəzən deyir, özü də bilmirsən, özünü də bilmirsən. Bunu tərif üçün demirəm, vallahi, yəni həyatımda başıma gələn bir şeydir. Deyə o qədər mən sevindim ki, nə yaxşı ki, bir təbəssümlə görsən, bəzən insanlara çox şey lazımdır. Bəzən bir ürəyi yanmaq lazımdır, bəzən bir gülüş, təbəssüm, bir zarafat, bir yaxşılıq, bir xeyirxahlıq, kiçik bir şey görsən bir insanın həyatını dəyişir.